sabahınız xeyir olsun. 10 may 2026-cı il tarixidir. Yaz fəslinin 52-ci Zülqədə ayının 23-cü günüdür. Həftənin isə son günü olan, istirahət günü olan bazar 7-ci günüdür. Hər birimizə bu günü gözəl, xoş, xəbərli, sülh, əmin-amanlıq, firavanlıq, bolluq şəraitində keçirməyi arzu edirəm. Bununla yanaşı 10 may günündə istirahət günü olmasına baxmayaraq, iş yerlərində işləri ilə məşğul olanlar, ofislərində işləri ilə məşğul olanlar, iş arxasınca gedənlər, evdə ev işləri ilə, evdarlıqları ilə məşğul olanlara, hər birinə can sağlığı, iş şəfatlığı arzulara, gözəl bir gün keçirməsilərini arzu edirəm. Bununla yanaşı isə 10 may günündə istirahət günü olmağına baxmayaraq, təhsili ilə məşğul olan məktəblilər, orta ixtisas, ali məktəb tələbələrinə can sağlığı, zehin açıqlığı, iş şəfatlığı arzularım, qarşılarına qoyduqları məqsədlərə çataraq, həm Azərbaycan Respublikası üçün, həm bütün dünya üçün faydalı, əhəmiyyətli kadrlar kimi yetişmələrini arzu edirəm. 10 may 2026-cı il tarixidir. Bugün 4-cü, 6-cı siniflərdə sınaq imtahanları keçirilir ki, onlara can sağlığı, zehin açıqlığı imtahandan uğurla keçmələrini arzu edirəm. 10 may günündə demək, kimlərin rəhmətə gedənlər var. Allahdan rəhmət diləyirəm, səbir diləyirəm. 10 may günündə kimlərin xəstələri var, can sağlığı, şəfa diləyirəm. Bütün qazilərimizə can sağlığı, şəfa diləyirəm. Bütün şəhid ailələrinə, qazi ailələrinə, əskər ailələrinə, Azərbaycan ordusunu salamlayıram. Can sağlığı, gözəl, sülh, əmin-amanlıq, firavanlıq şəraitində olan xoş xəbərli bir gün keçirmələrini arzu edirəm. Bununla yanaşı isə 10 may günündə kimlər ad gününü, şad gününü, xoş gününü qeyd edirlər, hər birinin bu münasibətlə təbrik edirəm. 10 may günündə də tarixi günlər vardı. 10 may 1923-cü ildə Azərbaycan Respublikasının mərhum prezidenti Heydər Əliyev anadan olduğu gündür. Onun anadan olmasına 103 il keçir. Bildiyimiz kimi 12 dekabrda onun dünyasının dəyişməsinin 23 illiyi qeyd edilmişdi. Və bugün də onun doğum günü anılır bir daha olaraq və demək Heydər Əliyev daima Azərbaycan xalqının qəlbindədir. Bununla yanaşı Heydər Əliyevi bugün də biz ehtiramla, hörmətlə anırıq, yad edirik və eləcə də Heydər Əliyevə aid bugün də anım günü ilə əlaqədar tədbir keçirilir, görüşlər keçirilir və bir daha bu görüşlərdə, tədbirlərdə anılmış olur. Heydər Əliyev həm Azərbaycan Respublikasında, həm Azərbaycan Respublikasından xaricdə də Azərbaycan xalqı üçün böyük xidmətlər görmüşdür, böyük bir uzaq görən siyasətə malik olan bir şəxsiyyət olmuşdur və onun bu uzaq görən siyasətini, eləcə də qətiyyətli yolunu uğurla oğlu Azərbaycan Respublikasının çox hörmətli prezidenti cənab İlham Heydəroğlu Əliyev, onun ailə üzvləri, eləcə də əzizləri, doğmaları uğurla davam etdirirlər və onlara bu yolda uğurlar, müvəffəqiyyətlər arzu edirəm. Demək, Heydər Əliyev daima Azərbaycan xalqının qəlbində yaşayacaqdır. Və Heydər Əliyevə aid isə Zəminə Bayramovanın şeirindən deyirəm. Bir bənd şeir belədir. Azərbaycan adını, Azərbaycan xalqını bütün dünyaya tanıtdıran Heydər atamız oldu. Və bununla yanaşı 10 may Gül Bayramı günü kimi qeyd edilir. 10 may 1497-ci ildə Amerika Vespucci yeni dünyaya doğru ilk səyahətinə çıxdığı gündür. 10 may 1821-ci ildə Londonda Milli Qalereya ictimaiyyətə açıldığı gündür. 10 may 1940-cı ildə 2-ci Dünya Müharibəsində Wehrmacht Belçika, Niderland və Lüksemburqa soxulduğu gündür. 10 may demək 1940-cı ildə isə Winston Churchill Böyük Britaniyanın baş naziri olduğu gündür.
10 may demək 1981-ci ildə isə Fransa Mitterrand Fransanın ilk sosialist prezidenti olduğu gündür. 10 may 1994-cü ildə isə Nelson Mandela Cənubi Afrikanın demək ilk qaradərili prezidenti olduğu gündür. 10 may 2005-ci ildə George Bush'un Tiflisdəki çıxışı zamanı erməni əsilli şəxs ona qumbara atdığı gündür. Dinlədiyiniz üçün təşəkkür edirəm.